Salam əziz dostlar. Bax, sizlərə hazır biznes təklif edirəm maşallah. Hazır biznes. Mənim bu 10 illik təcrübəmdə necə deyirlər, belə bir vıqıdını quş heç vaxt görməmişəm. Belə bir az yeyib çox gəlir verən. Deməli dostlar, burada nədir? Mənim prosta situasiyam elədir ki, biraz borcum var, ona görə mən bunları əgər vazможnostum olsaydı, yəni ki, çıxış yolum olsa mən bunları satmazdım. Bunları da, ördəkləri də qoymuşam satmağa, satmazdım. Deməli, bax bunlar 30 neçə dənə heyvandır. Onun 28 dənəsi fərədir, 6-7 dənəsi də xoruzdur. Yumurta yemi verirəm, hər gündə 19-20 dənə yumurta verirlər. 20 dənə yumurta verirlər hər gün. O da çox gözəl rezultatdır. 27 dənə fərəyə 20 dənə yumurta vermək, haradasa 75-80% yumurta verirlər. Yumurtası bunun 2 manat 50 qəpikdir. Balası da 5 manatdır. İstəsəz yumurtasını sata bilərsiniz. İstəsəz inkubatora qoyub 24 gündən sonra çıxıb balasını sata bilərsiniz. Günə 20 dənə yumurta verir, aya 600 dənə yumurta eləyir. Avqustun axırına qədər yumurtayırlar. Gözəl təklif eləyirəm. Bunlar satılır. Bütün qırqovullar, Qafqaz və Rumen qırqovullarıdır. Vitaminli su verirəm hər gün və yumurta yemi verirəm. Bir dənəsi yesin gündə 60 qram, 50 qram. Amma hər gün 20 dənə yumurta verirlər. Bu dünən yığdığım yumurtadır. Hələ bu gün yeni başlayıb, hələ bu gün yumurtaya düşmür. Hələ yumurtamayıblar. Günortadan sonra yumurtayırlar, günortadan sonra. O şum 30 neçə dənə quşdur. Satıram bunları bir dənəsini 35 manatdan. Bax istəsəniz bunun yumurtanın bir dənəsini 2 manat 50 qəpik sata bilərsiniz, reklam edib sata bilərsiniz. Yox, əgər sizə düzə satasınız, düzəsi inkubatorda çıxır. Məsəl üçün hər həftə 5 gündən bir yumurta qoysanız inkubatora 100 dənə, hər 5 gündən bir yığıb 20 dənə gündə yumurta inkubatora 100 dənə yumurta qoysaz, ondan da 80 dənəsi çıxsa 5 manatdan satsaz həftəyə 400 dənə yumurta edir. Həftəyə deməli 80 dənə yumurta eləyir. 80 dənə də 5 manatdan 400 manat. Yəni çox gəlirli heyvandır. Dəhşət dərəcədə gəlir verən heyvandır. Mən quşların içində bu qazdır, ördəkdir, toyuq cinsləridir. Bunun kimi vıqıdlı heyvan görməmişəm. Dolayısıyla mənim situasiyamı başa saldım, təkrarlamaq istəmirəm. Niyə görə satıram? Deməli, qışda ki, avqust ayından sonra, yəni başlayır payız mövsümü. Payız mövsümündə də yəni bunun ətini satırlar. Əti bunun yəni istəsəz lap balasını da artırıb qışda ət kimi bir dənəsi 30-35 manatdan sata bilərsiniz. Ət də çox dadlıdır. Restoranlardır, nə bilim belə bunun öz müştəriləri var. Yəni belə. Ona görə təklifim odur, satılır. Bir yerdən satılır. Hamısı tək-tək 5-5-10 yox. Hamısı yumurta verən heyvandır. Gündə 20 dənə yumurta verirlər. 19, 20, 24 belə arası. Sağlam heyvanlardır maşallah. Baxın. İndi oraya getmirəm ki, hükməsinlər. Burada yoxdur. Hoşuma yaxından çəkim. Baxma, bunlar Qafqazdır, Rumendir, hoşuma belə. Verdiyimiz yem, yumurta yemi, zaratın, vitamini də su. Su, başqa heç nə. Qumları, zatları da hamısı qabaqlarında var. Sağlam heyvanlardır maşallah. Ünvanımız da Bakıdır.